Son illər pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə bahalaşma fonunda yaşlı insanların gündəlik xərclərinin azaldılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bu təkliflərdən biri də pensiyaçıların taksi xidmətindən güzəştli şəkildə istifadə etməsi məsələsidir. Mövzu ilə bağlı konkretaza danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, güzəşt mexanizmləri əsasən dövlət və ya bələdiyyə nəzarətində olan sahələrə şamil edilə bilər. Onun sözlərinə görə taksi xidməti özəl sektorun fəaliyyət sahəsinə aiddir və özəl şirkətlərə hər hansı sosial qrup üçün məcburi güzəşt tətbiq etmək hüquqi baxımından düzgün deyil. İqbal Ağazadə qeyd edib ki, seçki və referendum kimi kütləvi tədbirlər zamanı tətbiq edilən güzəştlər də əsasən ictimai nəqliyyata aid olur. Yəni, bu güzəştlər dövlətin nəzarətində olan avtobus, metro və digər ictimai nəqliyyat vasitələrində həyata keçirilir. Taksi xidmətlərinin isə bu çərçivəyə daxil edilməsi məqsədə uyğun sayılmır. Mənim fikrimcə məsələyə həm hüquqi, həm də sosial baxımdan yanaşmaq lazımdır. Doğrudur, özəl sektora məcburi güzəşt tətbiq etmək bazar prinsiplərinə uyğun deyil. Lakin dövlət istəsə müəyyən subsidiya və ya təşviq mexanizmləri ilə taksi şirkətlərini pensiyaçılar üçün xüsusi tariflər tətbiq etməyə həvəsləndirə bilər. Xüsusilə səhhətində problemi olan, ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkən yaşlı insanlar üçün belə addım sosial baxımdan faydalı ola bilər. Əsas məsələ balansı qorumaq və həm vətəndaşın rifahını, həm də sahibkarın maraqlarını nəzərə almaqdır.